birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda isim qaydasını bir neçə test üzərindən təkrar edəcəyik. Əvvəlcə birinci testin izahına baxaq. Birinci testdə bizdən positive case, yəni ismin yəli halı soruşulur. Yəli hal iki isim arasında baş verir, apostrof s və ya of vasitəsilə düzəlir. Birinci cümləmizin izahına baxaq. Jane and Mary's hair is blonde. Jane'in və Mary'nin saçı sarıdır. Demək, bu cümlədə hair ismimizdir. Bildiyimiz kimi bədən üzvləri əgər cümlədə verilibsə, bu zaman hər iki ismi ayrı-ayrılıqda s qoymalıyıq. Çünki o, eyni anda ortaq ola bilməz. Yəni, iki şəxsin bir saçı ola bilməz. Lakin bu tipdə testlərdə iki adamın bir anası, iki adamın bir valideyni demək olar. Yəni, bu zaman bizə verilən sözə mütləq diqqət etməliyik. Əgər digər tərəfdə verilən sözümüz bədən üzvüdürsə, hər birinin ayrısı olmalıdır. Ona görə bir yanlışdır. Bir də Jane's ayrıs, Mary's ayrısı olmalıydı. İkinci testimiz doğrudur. Bu gildə mənasını verir. Bilirik ki, ismin yəlik halında apostrof s-dən sonra isim işlənmədən də yəlik düzəltmək olur. Bu zaman burada xəyali bir ev olur. Yəni, xəyali ev mənası işlətdiyimiz sözü deməkdir ki, biz də öz dilimizdə əmim gildə, babam gildə, dayım gildə, Tom gildə deyə bilərik. Bu zaman mütləq və mütləq həmin yəlik əvəzliyinin önündə hər hansı bir yer zərfi olur. Gördüyünüz kimi burada at yazılıb. Demək, bu gildə mənasıdır. Bu zaman Mr. Smith doğrudur. Üçüncü testə baxırıq. İngilis dilində əgər ismin önündə rəqəm verilibsə, bu zaman həmin isim cəmdə olmalıydı. Baxırıq ki, Moaz təkdə verilib. Buna pitişiyes qoyulub, sonra isə apostrof qoyulmalıydı. Ona görə 3 yanlışdır. Dördüncü testdə The Black's House bilir ki, adların qabağında Z artikılı varsa, bu zaman S bitişik olmalıydı həmin sözə. Ona görə də bu test doğrudur. Cavab olur 2, 4, Y variantı. İndi isə növbəti testə baxaq. Növbəti testdə bizdən derivative soruşur. Yadımızda saxlayırıq. Əgər bizdən derivative soruşursa, bütün sözlərin tərkibindəki şəkilçiyə baxmalıyıq. Məsələn, A variantında hero, qəhrəman, heroizm, qəhrəmanlıq, izm şəkilçisi var. Bu doğrudur. Follow, izləmək, follower, davamçı, şəkilçisi var. Doğrudur. Locate, yerləşmək, location artıq məkan mənasındadır, isimdir. Ona görə bir düzdür. Yəni, A variantı doğrudur. B variantına baxırıq. B variantında source, mənbə deməkdir. Bu bir sözdür. Yəni, tərkibində şəkilçi yoxdur, yanlışdır. C variantında luxury və fault bir sözdür, yəni tərkibində şəkilçi yoxdur. Derivative olmasa şəkilçi ilə işlənməsi deməkdir. D variantında flood, daşqın deməkdir, tək isimdir, şəkilçisi yoxdur. Y variantında isə rucksack var, yəni bel çantası iki sözdən ibarətdir. Ona görə Y variantındakı söz compounddur. Cavab olur A variantı. Üçüncü testə baxırıq, bizdən soruşulan isim compound noun'dur. Yəni hər isim bölünüb iki məna verən sözə ayrılmalıdır. Məsələn, A variantında neighborhood, hood şəkilçidir. Ona görə A variantını çıxırıq. B variantında childhood, hood şəkilçidir, çıxırıq. C variantı doğrudur. Tools, brush, bu düzdür. Space, ship. Bilirik ki, İngilis dilində ship şəkilçisi də var. Ship ilə birləşən compoundlar da var. Yadımızda saxlayırıq. 5 dənə shipli sözümüz var ki, bunlar compounddur. Spaceship, desert ship, warship, battleship və steamship. Bu 5 shipdən başqa verilən bütün shiplər derivative sayılır. Bu 5 dənə sadaladıqlarımız isə compound sayılır. Ona görə də bu testdəki C variantı doğrudur. Onu saxlayırıq. D variantında French mən doğrudur, lakin German yanlışdır. Tərkibində mən olan sözlər compound sayılır, lakin bu sözlərdən başqa German, Roman, Norman, Human. Bu sözlərin tərkibindəki mən ayrılaraq tək məna vermir. Yəni, İngilis dilində, baxın bu sözdə ger sözünü bölə bilmərik. Ya da Roman sözündə ro sözünü bölə bilmərik. Ona görə də bu sözlər compound yox, simple sözlər sayılır. Demək, cavab oldu 3-cü testdə C variantı. İndi isə 4-cü testimizin izahına baxaq. 4-cü testdə bizdən line of nouns istəyir. Ona görə mütləq və mütləq buradan bilməli qaydanız. Bütün sözlərə kimlə sualı verməliyik. A variantında unique var, qeyri-adi, bu sifətdir. B variantında musical, musiqili deməkdir, yəni sifətdir. C variantında doğrudur, kingdom, dependence, advice, bu doğrudur. D variantında free və advice var. Buradan sizə bir nüansı qeyd edeyim. İngilis dilində advice və advice sözlərinin bir-birindən fərqi nədir? Advice, yəni tərkibində C olan bu isimdir və tərcüməsi məsləhət deməkdir. Advice isə, yəni tərkibində S olan isə feildir. Bu isə məsləhət verməkdir. Bunu yadınızda saxlamaq üçün buradan bir xırda nüans deyim. Is qaydasını yadınızda saxlayın. Əgər tərkibində is varsa, demək ki, to be feili varsa, demək bu söz feildir. Yox, tərkibində is yoxdursa, demək ki, bu söz isimdir. Demək, buradakı advice feildir deyə çıxırıq. Y variantında holy müqəddəs, tiny isə balaca deməkdir. Bu sözləri də çıxırıq. Cavab olur C variantı, krallıq, müstəqillik və məsləhət.
İndi isə 5-ci testin izahına baxaq. 5-ci testdə positive case istəyir bizdən. Bir daha qeyd edirik, apostrof s-dən sonra isim gəlməlidir. A variantında a baby need, uşağın ehtiyacı. Bu doğrudur, deyir. Uşağın yemək üçün olan ehtiyacı can vary from day to day. Uşağın yeməyə olan ehtiyacı günbəgün dəyişə bilər. Bu cümlə doğrudur. Buradakı need sözü sizi qarışdıra bilər, amma yadınızda saxlayın. Apostrof s-dən sonra need isim mənasını verə bilər. Əgər o feil olsaydı ya inkli ya da edli feil olardı. Ona görə A variantı doğrudur. B variantında apostrof s-dən sonra ən artiklı gəlibsə bu yəlik ola bilməz. C variantında woman sözü onsuz da özü cəmdirsə ona piçi s yazmaq olmaz. Cəmi təki eyni olanlar, cəmi s-lə düzələnlər ya da daha doğrusu cəmi kökündən dəyişən isimlərə qətiyyən piçi s yazmaq olmaz. Məsələn, girl sözü qızdır, girls isə qızlardır. Buna piçi s yazmaq olar, lakin mən sözü kişidir, men sözü isə kişilərdir. Bu zaman bu tipdə sözlərə qətiyyən piçi s yazmaq olmaz. Tək formada mən ayrı apostrof s, cəm formada men ayrı apostrof s olmalıdır. Eyni ilə də woman sözü bu qaydaya aiddir. D variantına baxırıq. Apostrof s-dən sonra my gəlibsə, əvəzlik gəlibsə qətiyyən olmaz. Çünki yəli hal hər tərəfi isim olan bir haldır. Y variantında isə baxırıq few minutes silence. Few sözünü tanıyırıq ki, few özündən sonra cəm isim istəyir. Demək ki, burada few minutes piçik s-lə yazılmalıydı. Yəni apostrof s-dən sonra qoyulmalıydı. Ona görə Y yanlışdır. İndi isə 6-cı testin izahına baxaq. 6-cı testdə bizdən simple nouns soruşur. Yəni tərkibində heç bir şəkilçi olmamalıdır. Birinciyə baxırıq. Ceiling, tavan, ing şəkilçi deyil. Çünki burada sealed deyilən bir söz yoxdur. Better sözünü bilirik ki, bu sifətdir və müqayisə dərəcəsidir. Bunu çıxırıq. Çünki bu isim deyil. Length sözü uzunluq deməkdir. Long sözündən yaranıb, şəkilçi qəbul edib, th qəbul edib və tərkibində kök şəkilçisi dəyişib, e-yə çevrilib. Demək ki, bu derivative sayılır. 4 düzdür, tower sözü var, brother sözü var və bunlar hamısı simple'dır. Tərkibində olan şəkilçilər mütləq yeni bir söz yaratmalıdır. Burada isə bro sözü yoxdur. Yəni brother bir sözdür, tower bir sözdür, ceiling isə qeyd etdiyimiz kimi bir sözdür. İndi isə 7-ci testin izahına baxırıq. Singular nouns istəyir. Bu tipdə testlərdə bizi hər zaman kökündən dəyişən ya da cəmi təki eyni olan ya da cəmlənərkən s qəbul etməyən sözlər verilir. Məsələn, gəlin buna baxaq. A variantında bir də daha doğrusu fit cəmdir, çünki fitin təki işlənir food. Mouse sözünün cəmidir, ona görə də bu test səhvdir. Sonra luggage sözü düzdür, singulardır, çünki singular sözlər sayılmayan isimlərin hamısı singular sayılır. Advice sözü düzdür, çünki sayılmayan isimdir, sayılmayandırsa singulardır. Scissors qayçı tərkibində s var və iki hissəli isimdir. İki hissəli isimlərə daha doğrusu bunlar iki hissəli isimlər həmişə cəm sayılır. Ona görə 5 səhvdir. 6 isə düzdür, information sayılmayan isimdir. Sayılmayan isimlər hər zaman təkdə olur. Demək, luggage, advice və information sözləri sayılmır. Ona görə də təkdədir. 3, 4, 6 cavab olur. 3, 4, 6 B variantı. İndi isə 8-ci testə baxaq. Suffix istəyir bizdən. Bilirik ki, suffix sözləri artırılan şəkilçidir. Suffix testini işləməyin ən asan yolu hər bir şəkilçini sözdə təsəvvür edib o sözə sual verməkdir. İsimsən, yoxsa isim deyilsən. Məsələn, ness. Ness sözünü artırır. Darkness, qaranlıq, görürsüz isimdir. Full, helpful, useful, faydalı. Demək bu isim deyil. Bu sifət düzəldən şəkilçidir. Hood, childhood, uşaqlıq, bu isimdir. Lakin ly şəkilçisi, məsələn, nicely, bu zərf şəkilçisidir. Ya da friendly, bu sifətlə düzəldən şəkilçidir. Ona görə C variantı çıxdı. Friendly necə? Mehriban. Sonra B variantında less şəkilçisi var. Less, homeless, evsiz. Necə? Evsiz demək ki, bu da yanlışdır. Sifət düzəldən şəkilçidir. Dom, kingdom isimdir. Lakin oz, məsələn, famous, dangerous, görürsüz? Sifət şəkilçisidir. Dangerous, təhlükəli. Necə? Təhlükəli. Bu da yanlışdır. Şın və ment. Baxırıq. Information, məlumat, ment, government, hökumət, ikisi də isim düzəldən şəkilçidir. Demək ki, cavab burada oldu. Y variantı. 9-cu testin izahına baxırıq. A testində burada da yəlik soruşur, amma bizdən correct yəlik soruşur, yəni düz formada olmalıydı yəlik. A variantına baxırıq. Geese is bigs. Geese kökündən dəyişən isimdir. Kökündən dəyişənlərə bitişik s yazmaq olmaz. Çünki geese artıq özü cəmdir. Bitişik s yazmaq onu cəmləmək deməkdir. Burada sizə bir düstur qeyd edirəm. Bunu yadınızda saxlasaz, hər zaman bu dərsi asan tapa bilərsiniz. Məsələn, s var deməkdir. Apostrof s isə ın şəkilçisi idi.
və bu ikisi birləşəndə yaranır ların. Demək, harda bitişik s görsəz bilin ki, o ların deməkdir. İndi gəlin bu qaydanı bu sözə tətbiq edək. Burada gis verilib, bilirik ki, gis qazlar deməkdir. Artıq cəmlənib bir dəfə də bitişik s qoysaq olur qazlar, bir də əlavə ların. Demək ki, bu struktur tamamilə yanlışdır. B variantına baxırıq. Mən kökündən dəyişən isimdir. Buna bitişik s qoymaq olmaz. Cəmləmək istəyiriksə, men apostrof s qoymalıydıq. C variantında familiyalar bildiyimiz kimi Z ilə yazılır və bitişik s qoyulur. Bütöv ailəni təmsil edir. Ona görə də bu yanlışdır. Əgər bu sözün qabağında Mr. ya da Mrs. olsaydı, bu zaman ayrı s qoymaq olardı. D variantı doğrudur. Çünki dünya, yer kürəsi ya da ay, günəş bu tipdə isimlər tək varlıqlar sayılır və onları hər zaman ayrı s ilə yazmaq lazımdır. Demək, D variantı düzdür. Y variantına isə baxsaq, tomorrow's meeting. Bu yanlışdır. Çünki sabah sözü, sabah, dünən, bu gün sözlərini qətiyyən bitişik s ilə yazmaq olmaz. İngiliscəsində bu günlər, sabahlar, dünənlər demək olmaz. Bir daha qeyd edirəm. Zaman zərflərini tomorrow's, yesterday və today sözlərini bitişik s ilə yazmaq qətiyyən olmaz. Ona görə cavab oldu D variantı. 10-cu testə baxırıq. Uncountable istəyir. Hər zaman yadınızda saxlayın. Uncountable nouns istəyirsə mütləq və mütləq o isimlərin içində sizi qarışdıracaq sözlər var. Məsələn, qarışdıracaq sözlər storm, tufan, sayılmayana bənzəyir, amma sayılır. Cloud, bulut, sayılmayana bənzəyir, amma sayılır. Impression, təəssürat, idea, idea. Bu sözlər sayılmayana bənzəyib, amma sayılan isimlərdir. Hər zaman testdə bu sözlərdən ehtiyat edin. Məsələn, A variantına baxdıq. Uncountable istəyir, amma cloud sayılır. B variantında permission, icazə, soup və rain. Bunların heç biri sayılmır. B düzdür. C variantında impression, təəssürat sayılır. Bu mənim təəssüratlarımdır. İndi də səndir. Baxın, sayılır. D variantında milk sayılmır, lakin brush sayılır. Çünki brush fırçadır. Bir fırça, iki fırça demək olar. Lakin toothbrush sayılır, toothpaste sayılmır. Diş pastası sayılmır, amma diş fırçası sayılır. Y variantında isə yenə toothbrush sayılır. Ona görə Y də səhvdir cavab oldu. B variantında permission, icazə, soup və rain, yağış. İndi isə növbəti testimizin izahına baxırıq. 11-ci testdə countable istəyir burada. İndi biz countable-lar seçməliyik. Juice meyvə şirəsi sayılmır, money pul sayılmır, gold qızıl sayılmır, 5 tools, 2 picture sayılır. Demək cavab oldu Y variantı. 12-ci testə baxırıq. Your birthday is in August. Deyir ki, sənin uşağının ad günü avqustdadır. Children sözünü yadımıza salaq. Children özü cəmlənir deyə ona bitişik s qoymaq olmaz. Ona görə 4-dəki bitişik s çıxıram. 2-dəki child'da bitişik yazılmış s çıxıram. 3-dəki child'da bitişik s yazılmış versiyanı çıxıram. Çünki child kökündən dəyişirsə bitişik s yazmaq olmaz. Cavab olur 1 və 5. Deyir, sənin uşağının yaşı avqustdadır ya da sənin uşaqlarının yaşı avqustdadır. Cavab oldu 1, 5, Y variantı. İndi isə 13-cü testin izahına baxırıq. Bizdən positive case istəyir. What is the weather like today? Bugün hava necədir? Bir daha qeyd edirəm. Apostrof s-in hər tərəfi isim olmalıdır. A variantındakı what da isim deyil, D də isim deyil, article'dır. B variantında the editor in chief's comment. Bu düzdür. Comment tapşırıq deməkdir. Birinci tərəfdə də başçı deməkdir. Bu düzdür. C variantında Ted'in və Sandra'nın atası. Aha, bu nüanslara çox diqqət etməlisiniz. Niyə diqqət etməliyik? Ata cəmlənib. Demək ki, burada bir Ted'in atası var, bir də Sandra'nın. Ona görə Ted'in ayrı s, Sandra'nın isə ayrı s qoyulmalıydı. Ona görə C variantı yanlışdır. D variantında woman-ə bitişik s qoymaq olmaz. Çünki artıq woman cəmlənib, bir dəfə də cəm qoymaq olmaz. Y variantında isə child sleeping. Sleeping varsa başqa xəbər axtarmalıyıq. Bu cümlədə başqa xəbər yoxdur. Demək ki, bu is sleepingdir və yərik deyil. Demək ki, 13-cü testdə cavab oldu B variantı. 14-cü testə baxırıq. Grandmother's house. Aha, burada diqqət etməli nüans. Incorrect istəyir bizdən, yanlış. Grandmother's house bir düzdür. Nənənin evi. 2-də children's toys, uşaqların oyuncağı. Bunlar hər biri strukturca düzdür. Biz səhv axtarırıq. Woman-ə bitişik s qoymaq olmaz. Demək ki, baxın, səhvimiz burada C variantıdır. D variantında Mr. Smith friend. Bu düzdür. Mr. varsa ayrı s qoyulur. Burada da ayrı s qoyublar deyə düzdür. Bizə səhv lazımdır. 4-cü testdə an hourlıqca, an hour, an verilibsə ayrı s qoyulmalıydı. Bu da strukturca düzdür. Bizə səhv lazım idi. O da C variantında verilib. İndi isə 15-ci testin izahına baxırıq. Dear eyes. Burada bizə verilən sözlər cəmi təki eyni olan ya da kökündən dəyişəndir. İndi diqqətli oluruq. Cəmi təki eyni olanlara da, kökündən dəyişənlərə də bitişik s yazmaq olmaz. Dear sözü. Dear eyes bir düzdür. 2-də children's doctor, uşaqların həkimi 2 düzdür. 3-də ship's wool, shipə bitişik s olmaz. Çünki kökündən, daha doğrusu cəmi təki eyni sözdür. Qətiyyən bitişik s olmaz. Woman's coat, qadınların paltosu 4 düzdür. Çünki qadınlar cəmdir, ayrı s qoyub düzdür. 5-də oxen artıq cəmdir, ona bitişik s yazmaq olmaz. Demək ki, cavab oldu 1, 2, 4, D variantı.
16-cı testin izahına baxırıq. Birinci testdə ship verilib, 1 düzdür. 2-də a sheep, bu artıq qoyundur, birinci gəmi idi, ikinci qoyundur, 2-də düzdür. 3-də to-dan sonra mənsi yox, men olmalıydı. Sonuna qoymamalıydı, 3 yanlışdır. 4-də 10 children düzdür, çünki 10 dənə uşaq cəm olmalıydı, düzdür. 5-də 3 mouses yox, mice olmalıydı, çünki bu sözün cəmi belə yazılır, mice. Belə yazılmalıydı, bizə isə mouses verib, yanlışdır. Demək ki, cavab oldu 1, 2, 4, C variantı. İndi isə 17-ci testin izahına baxırıq. 17-ci testdə bizə verilən nüans nə idi? Plural nouns, cəm. Həmişə yadınızda saxlayın. Plural nouns deyibsə mütləq və mütləq sonu qoşa s-lərlə ya da sonunda s olub amma tək olan isimlərlə bizi çaşdıra bilərlər. Sonu qoşa s-lər qətiyyən cəm deyil. Bir daha deyirəm, sonu qoşa s-lər qətiyyən cəm deyil. Bu sözlər tək sayılır. Ona görə də sonu qoşa varsa çıxıram, dress çıxdım. Başqa sonu qoşu olan varmı? Yoxdur. Plural istəyir bizdən. İndi bir də happiness var. Bunda çıxıram. Qalıram CD-yi. Diqqətlə baxırıq. Fox belə cəmlənmir. Fox sözünün sonu x-də bitibsə ona s artırılmalıdır. Foxes olmalıydı. Fits belə cəmlənməz. Fit olmalıydı. C-yə ehtiyac yoxdur. D variantı düzdür. People, mice və bench. İnsanlar, sıçanlar və skamyalar. Bu düzdür. D variantı düzdür. Y variantında isə dominos və bilyard sözləri oyun adıdır. Bilirik ki, oyun, elm, fən, idman adları, oyun adları qətiyyən sayılmır. Ona görə Y də getdi. Cavab oldu D variantı. İndi isə 18-ci testin izahına baxaq. Yenə bizdən plural soruşur. Plural soruşursa hər sözün sonuna baxmalıyıq. Actress sonu qoşa s-dir demək təkdir. Physics elm, fən, idman adıdır təkdir. News xəbər sayılmayan sözdür təkdir. People topludur düzdür. Mice mouse'un cəmidir düzdür. Carrots köklər düzdür. Demək cavab oldu 2, 3 və 5 C variantı. İndi isə 19-cu testin izahına baxaq. Our school is next to house. Nöqtədən sonra isim verilib və biz düzgün yəli axtarırıq. 1-ə baxırıq. 1 doğrudur, çünki familiyalar piçik s-lə yazılır, 1 düzdür. 2-də səhvdir, çünki familiya var, qabağında z var. Bilirik ki, familiyadır, piçik s-lə yazılmayıb, səhvdir. 3-cü testdə bilirik ki, adların qabağında Mr. ya da Mrs. varsa, bu ayrı s-lə yazılmalıdır. 3 doğrudur. 4-də isə Mr. ya da Mrs. yazıb, amma piçik s yazıb, yanlışdır. 4-cü testdə yenə Mr. ya da Mrs. yazıb, amma piçik s yazıb, yanlışdır. Cavab oldu 1-3. C variantı. İndi 20-ci testin izahına baxaq. 5 days race. Düzdür. 5-dan sonra mütləq piçik s olmalıydı. 1 düzdür. 2-də week. Week desək, yadımızda saxlayırıq. E-dan sonra piçik s qoymamalıydıq, çünki piçik s cəmlik bildirirdi. 3-cü testdə to-dan sonra piçik s yazılmalıydı. Ona görə 3-də yanlışdır. 4-də artiklından sonra ayrı s qoyulur. Ona görə cavab oldu 1, 4 və A variantı. Bura qədər inşallah ki, növbəti sınaqlarda görüşərik. Hər sınağın izahında ən az bir qayda, bir nüans öyrənsəz, bu sizə bəs edər. Dinlədiyiniz üçün təşəkkür edirəm.